Salam, axşamınız xeyir. Xala, necəsiz? Salam, axşamınız xeyir. Çox yaxşıyam, sağ olun. Siz necəsiz? Təşəkkür edirəm. Mənim sizdən Buyurun, nəyə? bir şey soruşmaq istəyirəm. Deməli, amonium polifosfat gübrəsi və amonium fosfat gübrəsi. Amafos, Rusun buraxdığı, Rusiyanın istehsal elədiyi amafos gübrəsi. Bunların hansı daha yaxşı mənimsənilə biləndir? Amonyum polifosfat adətən bitkilər üçün fosforun daha davamlı bir forması hesab olunur. Çünki torpaqda daha yavaş həll olunur və fosfor uzun müddət əlçatan qalır. Amonyum fosfat isə daha tez həll olur və sürətli şəkildə bitkilər tərəfindən mənimsənilir. Hər iki gübrənin öz yeri var, lakin polifosfat daha uzun müddətli təsir üçün üstünlük verilə bilər. Aha. İndi mən öyrənmək istəyirəm, taxıla əgər dəmiyə əkinçiliyində taxıl əkilirsə və taxılın da nəzərə alsaq ki, bunun fosfora ehtiyacı ilkin yaz dövrüdürsə və mən buna yazda amonium polifosfat verməyim daha məntiqli olar, yoxsa amonium fosfat verməyim daha məntiqli olar? Taxılın fosfora olan ehtiyacı əsasən erkən inkişaf dövründə, yəni cücərmə və kök sisteminin formalaşdığı mərhələdə daha önəmlidir. Bu səbəbdən erkən yazda tez mənimsənilən bir fosfor mənbəyi seçmək daha məqsədə uyğundur. Bu baxımdan amonium fosfat daha tez həll olunduğu üçün taxılın sürətli fosfor ehtiyacını qarşılayır. Yəni erkən yazda amonium fosfat vermək daha məntiqli ola bilər. Taxılın davamlı olaraq fosfor ehtiyacı varmı, yoxsa əsasən böyük ehtiyacı ilkin yaz dövründədir, yəni cücərmə və kollanma dövründədir? Taxılın fosfora olan ən böyük ehtiyacı həqiqətən də erkən yaz dövründə, yəni cücərmə və kök sisteminin güclü inkişaf etdiyi mərhələdə olur. Bu dövrdə fosfor köklərin sağlam inkişafını, güclü cücərməni və nəticədə məhsuldarlığı artırır. Sonrakı mərhələlərdə fosfora olan ehtiyac nisbətən azalır.